Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xoş gördük sizləri. Bugün toyuq pişirirdim. Bu toyuğu da yenə videoda paylaşdım. Bu toyuq Quba toyuğudur. Mənim yoldaşım deyir, yəni dadlı toyuqdur da. Yəni buradakiləri əgər o toyuqda dad varsa doğrayanda bilinir ki, onun nəysə var. Yemək də olmur, balıq dadır bilmirsən, nə dadır bilmirsən, yəni onun dadına görə yemək olmur. Ona görə bu toyuğun üstünə yazılıb Quba quşçuluq. Yəni Qubanın toyuq firmalarının toyuğudur da. Əminəvi burada Siyəzən nətər olan kimi. Amma o kənd yeri buradakindən baxanda dadlı olar yəqin ki. Ona görə də deyir yoldaşım, Allah hər bir ev eşiyə bol ruzu bərəkət yetirsin. Kimin işləyəni var, əziyyət çəkəni var, hamının onların getdikləri yolda, tutduqları işdə Allah onlara uğur versin, can sağlığı versin. Mənim yoldaşım da o sürücüdür də, yəni hansı tərəfə deyirsə gedəndə orada istəyir ki, bizə də yaxşı bazarlığı yaxşılarından olsun, keyfiyyətlisi olsun. Həmişalıq gətirib. Bu turşuyu çəkməyə görə bu toyuğu da çəkdim. Bu turşu burada alırıq balaca bankalarda 1 manat 50 qəpiyə ya 2 manata bax belə. Amma bunu bizə ucardan gətiriblər. Onlar yəqin ki bunu hazırlayıb satır da. İndi biz onu burada görməmişik. Böyük balonlardır. Bu narındır. Amma nar kimidir. Elə bil ki yeyəndə bir nəyənsə cemini yeyirsən. Bunun qatılığına baxın. Amma buradakılar su kimidir. Tum turşdur. Yağlıdır. Cem kimi belə. Vallahi elə balığın yanında nar şərabın əvəzinə də biz bundan işlətmişik. Bu turşunun keyfiyyətini çəkmək istədim. Qutaranda yadıma düşür, azalıb 3 kiloluk bankaya işlətmişik. Bunu da toyuğu sarı kökündən elədim, tomat eləmədim. Üzərinə də bunu elədim. Həm də bu toyuğa turşu məzə, hərənin bir üsulu var. Kebabçılar nə bilim tomatla qarışdırır, nə eləyir. Mən də həmişə toyuq pişirəndə bu turşu olanda turşu ilə eləmişəm ki, yəni turşu dadını dəyişdirir də, yəni yeməyi ləzzətli eləyir, çox gözəl eləyir. Özdəki hası turşu, bu keyfiyyətli turşu. Siz də Allah hər bir ev eşiyə bol ruzu bərəkət yetirsin. Hazırlayanlara da nuş olsun. Göz haqqınızı halal eləyin. Kanala dəstək olanlara da dərin minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.